Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər və əziz abituriyentlər. Bu gün sizlərə inşallah ki 2 mart 2025-ci ildə buraxılış imtahana düşmüş Azərbaycan dili fənni üzrə olan bütün testlərin izahlarını təqdim etməyə çalışacağam. Birinci baxaq uşaqlar qrammatika suallarından sonra keçək mətnlərə. Deməli, birinci sualda deyir ki, 31-ci sualda hansı cərgədəki hər iki sözdə eyni hərf buraxılmışdır? Bu, orfoqrafiya bölməsinə aid olan bir test nümunəsidir. Hansı ki, biz bu testi yazmaq üçün toplu birinci hissədə orfoqrafiya bölməsini normal bir şəkildə bitirməliyik. Belə uşaqlar, vaxt itirmədən keçək sualın izahına. Baxın, əzizlərim, burada A variantında prototip, yəni O-la yazılacaq. Prototip. T'dan sonra O saytı gələcək. Metafora. Metafora olmaz. Metafora A saytı yazılacaq. Demək, uşaqlar, burada eyni olmadı. Yəni, müxtəlif oldu. A variantı xaric. B-yə baxaq. Burada fanatizm sözüdür. Yəni, A-la yazılacaq. Fanatizm. Bir də uşaqlar, mavzoley. Yəni, mavzoley. Burada ona yazılacaq. Deməli, hər ikisində fərqlidir. Birində A-dır, birində O saytidir. Sonra, əzizlərim, baxaq C variantına. Dağüstü. Əzizlərim, burada T-la yazılacaq. Dağüstü. Cömert, cömerdla yazılacaq. Deməli, fərqlidir. C variantı xaricdir. D-yə baxaq. Çamadan. Baxın, əzizlərim. Çamadan. Burada A-la yazılacaq. Filarmoniya. Filarmoniya. Burada da A-la yazılacaq. Deməli, uşaqlar, hər ikisində eyni hərf buraxılıbsa, cavab olacaq D variantı. Belə, Y-yə baxaq. Burada favorit ona yazılacaq, amma pianino yazılmaz, pianino. Burada A-la yazılacaq. Deməli, müxtəlifdir. Demək, əzizlərim, testin doğru variantı D variantı qalmış olacaq. İndi 32-ci suala baxıram. Frezoloji birləşmələrdən biri mənaca başdan çıxarmaq birləşməsinin sinonimidir. Əzizlərim, leksikologiya bölməsindən bir sual düşübdür. Biz bilməliyik ki, frezoloji birləşmənin həm amonimliyi olur, həm sinonimliyi, həm də antonimliyi. Belə, indi gəlin baxaq. Başdan çıxarmaq, əzizlərim, təbii ki, ağlını əlindən almaq. Deyirsən ki, kimsə başdan çıxartdın, yəni ağlını əlindən aldın. Cavab olur elə A variantı. B-yə bax. Baş beyninə aparmaq, bu bezdirmək mənasına gəlir. Deyirsən ki, mənim baş beynimi apardı, yəni mənə artıq bezdirdin mənasında. Burnunun ucu göynəmək çox bəsit bir frezoloji birləşmədir. Bu darıxmaq mənasındadır. Canına yağ kimi yayılmaq, kimsə mənim canıma yağ kimi yayılır, kimdənsə ürəyim yatır və s. Yəni bu mənada. Ağlını başına yığmaq da, yəni deyirsən ki, ağlım getmişdi, ağlımı başıma yığdım, yəni ağıllandım mənasına. Demək, cavab olur A variantı. Belə, əzizlərim, 33-cü testin izahına baxacaq. Şərtdə deyir ki, feili bağlama tərkibi işlənən cümlə, feili sifət tərkibi işlənən cümlə və məstər tərkibi işlənən cümlə. Əzizlərim, biz təbii ki, feili bağlamanın, feili sifətin və məstərin şəkilçilərini tanımalıyıq ki, bu testi yaza bilək. İndi baxaq A variantında. Dağlar aşan selənmən. Burada, əzizlərim, anəni görürük, aşan, aşmayan. Təbii ki, anən feili sifətin şəkilçidir. A variantı 2-yə girəcək. B-yə bax, uzun yollar keçərək. Gəldim, anam, görüşək. Deməli, keçərək, ara gərək var da, uşaqlar. Düzdürmü? Bu da feili bağlama şəkilçisidir. Deməli, B ilə gedəcək 1-ə. İndi C-yə baxaq. Nə istəyir? Vida deyib elmə. Əzizlərim, burada feili bağlama şəkilçisi ib şəkilçisidir. Bunu biz qarışdıra bilərik feilin nəqli keçmiş zamanından. Bunu fərqləndirməyin çox bəsit bir yolu var. İbı çıxıb yerinə arağı bərpa edə bilirsənsə feili bağlamadır. Bax, vida deyərək elmə, yolu aldım əlimə. Deməli, ibi çıxıb yerinə arağı bərpa edə bilirəm mən. Demək, bu nədir? Feili bağlama. Də gəldi 1-ə. Sonra, bu bayraq ucatmaq, maqmək varsa təbii ki, məstərdir. Deməli, D gələcək 3-ə. Azadlığın yolunda ölmək, maqmək məstərdir. Və salam əzizlərim. Deməli, 1 B, C, 2 A, 3-dəki nə qalacaq? Təbii ki, D variantı. Bu formada olmuş olacaq. Bir də az ölmək bizə, bəli. Burada, əzizlərim, Y həmçinin, yəni 3-ə də gedəcək, çünki məstərdir. Bəli, bu formada olacaq. Gəlin, indi görək hansı variantda bu formada cavab var. Təbii ki, D variantına. Baxın, əzizlərim, bu formada olacaq. Cavab D.
Sonra keçək 34-cü sualın izahına. Uzaqdan gələnlər xəstəyə baş çəkmədən bir neçə saat sonra, çəkəndən bir neçə saat sonra xidmətçilər atları yəhərlədilər. Sintaktik təhlilə aid olan bir cümlədir. Gəlin indi baxaq uşaqlar. Sintaktik təhlildə əzizlərim birinci xəbər tapmaq lazımdır. Baxın, yəhərlədilər. Nə etdilər? Yəhərlədilər xəbər. Düzdürmü? Kimlər? Xidmətçilər. Düzdürmü? Hansı xidmətçilər? Aha, görürəm ki, bunun təyini yoxdur. Düzdürmü? Nə zaman? Uzaqdan gələnlər xəstəyə baş çəkəndən bir neçə saat sonra. Bəli, bu bütöv nə götürüləcək? Zəfli götürüləcək. Belə, yəni tərkib formasındadır. Nəyi, atları, bu da ki, nəyi sualına cavab verdiyi üçün cümlənin tamamlığıdır. Belə əzizlərim, deməli, birinci cümlədə gələcəyinə zəflik, mübtəda, tamamlıq və xəbər. Testimizin doğru cavabı B variantında qalmış olacaq. Sonra 35 nə istəyir? Kim məhsul yığımına kömək eləsə, sədr onun məsuliyyət müddətini artıracaq cümləsindəki haqqında verilmiş fikirlərinə bir səhvdir deyir. Əzizlərim, bu cümlə ümumiyyətlə bu tabeli mürəkkəb cümləyə aid olan bir sual tipidir və qeyd etmək istəyirəm ki, tabeli mürəkkəb cümlədən hər il imtahanda ən azı bir sual biz müşahidə edirik. İstir buraxılış olsun, istir qəbul olsun, yəni blok olsun, istərsə məzunların imtahanı olsun, fərq etmir. Yəni ki, bu tabeli mürəkkəb cümlədən biz ən azı minimum bir sual görürük. Ona görə biz bunu dərs vaxtında qəşəng formada öyrənməliyik ki, bilək. İndi baxaq. Baxın əzizlərim, birinci sualı verək, görək sual hansı hissədən çıxırsa, deməli həmin hissə baş hissədir. Cavab aldığımız hissə də budaq hissədir. Baxın, kim məhsul yığımına kömək eləsə, sədr onun məzuniyyət müddətini artıracaq. Sədr onun məzuniyyət müddətini artıracaq. Kimin? Görürsən, bu hissədən sual doğdu, sual çıxdı. Deməli, baş hissədir. Kimin? Kim məhsul yığımına kömək etsə onun. Deməli, bu da cavab verdi, oldu budaq hissə. Bax, sxemdə bu formada olacaq. İndi baxaq. Budaq cümlə baş cümlədən əvvəl gəlmişdi. Təbii ki, burada az öncə qeyd etdim zaten. Bu doğrudur. Həm baş, həm də budaq cümlədə ikinci dərəcəli üzv işlənmişdir. İkinci dərəcəli üzv deyəni, yəni təyin, tamamlıq, zəfliyi nəzərdə tutur. Baxaq görək, baş və budaq cümlədə varmı? Hər ikisində. Kömək eləsə kim? Mübtəda, nəyə? Məhsul yığımına. Budaq cümlədə tamamlıq var. Düzdür, ikinci növdən ifadə olunmuş tamamlıq var. İndi budaq, başda baxaq. Sədr onun məzuniyyət müddətini artıracaq. Nəyə artıracaq? Kim? Sədr. Düzdürmü? Nəyi? Onun məzuniyyət müddətini. Bu da uşaqlar, əzizlərim. Üçüncü növ təyinli söz birləşməsində ifadə olunmuş tamamlıq. Deməli, həm başda, həm də budaqda ikinci dərəcəli üzv işlənibdir. Tamamlıq var yəni. Bu da doğrudur. Budaq cümlə baş cümləyə bağlayıcı söz və isə köməkçi sözünün hissəcini ixtisarla əzizlərim bir şey deyəcəm. Yadda saxlayasınız ki, tabeli mürəkkəb cümlədə baş və budaq cümləyə bağlayan vasitələr var. Bunlardan ən birincisi tabeli bağlayıcılardır. Bir də əzizlərim, sasər şərt şəkli, sonra ki bağlayıcısı, məşhur şəkilçilərdən söhbət gedir. Yəni, burada isə hissəcik deyil, əzizlərim. Sasə, feilin şərt şəklinin şəkilçisidir, yəni bu sasə. İsə deyil, axı, ona görə cavab olur C variantı. Bizdən yanlış istəyirdi, ona görə. D-yə bax, baş cümlənin xəbəri feilin xəbər şəkli ifadə olunmuşdur. Xəbər şəkli olması üçün orada zaman şəkilçisinin olması vacibdir. Baxaq indi, artıracaq. Baxın, əzizlərim, acaq edəcək zaman şəkilçisi varsa, gələcək zaman şəkilçisi varsa, təbii ki, bu xəbər şəklinədir. Biz bunu, əzizlərim, feilin şəkilləri mövzusunda tədris etmişik. Yəni ki, feilin xəbər şəkli deyirsə, sən orada zaman şəkilçisini axtarmalısan. Nəqli, şuhidi, indiki, gələcək və keçmiş. Bunları axtarmalısınız. Deməli, D variantı tamamilə doğrudur. Y-yə baxacaq. Tərkibində hər iki cümlənin mübtədası var. Baxaq. Kömək eləsə kim? Kim var? Artıracaq kim? Sədr. Görürsünüz ki, hər iki hissədə, yəni hər iki cümlədə mübtəda var. Demək əzizlərim, cavab olur C variantı. Bizdən yanlışı istədiyi üçün. 36-cı suala baxaq. Əzizlərim, baxın, bu sualı mən dərs qruplarımda demək olar şagirdlərimə əzbərlətmişəm ki, uşaqlar nə zaman o və budan sonra vergül qoyurlar, nə zaman qoyulmaz əzizlərim. Yadda saxlayasınız ki,
O və bu əgər cümlədə mübtəda vəzifəsindədirsə, yəni kimlə sualına cavab verirsə qoyular. Amma bəzi hissələr var ki, onlar cümlədə kim sualına cavab versə belə qoyulmaz. Hansı hissələri deyim sizə. Əgər ki, o və budan sonra əsas nitq hissəsi gəlirsə, istisna, əvəzlik, bir də feil gəlməsin. Bu zaman uşaqlar qoyular. Bir daha söyləyirəm. Əgər o və budan sonra əvəzlik feil gəlirsə, qətiyyən qoyulmaz vergül. Yox, əgər digər əsas nitq hissələri gəlirsə, bu zaman qoyular. Bir də əzizlərim, köməkçilərdə qoyulmaz istisna modal söz. Modalda qoyulacaq, çünki modal sözün özünə məxsus vergülü var. Qutardı. Bu qaydanı bilən şagird rahatlıqla 36-cı suala düzgün formada tətbiq edə bilər. İndi baxaq. Bu anamdan qalan yeganə nişanə. Buradan sonra doğru qoyulub, çünki ana isimdə əsas nitq hissəsidir. Bu doğrudur. Bu hər kəs uşaqlar qeyri-müəyyən əvəzlikdir. Dedim ki, əvəzlik və feil gəlməsin. Deməli ki, yanlışdır. Demə bu dostumdur, o düşmənimdir. Baxın əzizlərim, dost və düşmən isimlərdir də bunlar, düzdürmü? Deməli rahatlıqla qoyula bilər. Bu göyərçinlərin xatirələrimizdə oyadan səsidir. Deməli, burada göyərçin isimdə rahatlıqla qoyulacaq getdi. O ağıllı adamlarla doğrusu ağıllı sifətdə rahatlıqla əsas nitq hissəsi olduğu üçün qoyulacaq. O heç yaşıl meşəni belə təsəvvür etmir. Heç var uşaqlar, bu köməkçi nitq hissəsidir. Deməli, qətiyyən qoyula bilməz. Testimizin doğru cavabı Y variantı qalmış olacaq. Çünki bizdən düzgün qoyulmayan cavabı istədiyi üçün. Bu formada biz bunu yaza bilərik. Belə əzizlərim, sonra 37-yə baxacaq. Nə istəyir? Deyir ki, nümunədə işlənmiş xitablara əsasən cədvəldəki uyğun fikirləri müəyyənləşdirin, deyir. Yaxşı. Burada görə bizə nə istəyir? Qarşısına üçbucaq qoyulmuş xitabımız gözəl dost. Burada gözəl dost birinci növlə ifadə olunubdur. Kvadrat dostum, qardaşım, bu da isimlərlə ifadə olunan xitablardır. Söz birləşməsi ifadə olunmuşdur. Gözəl dost, bəli, birinci növdür. Bu doğrudur. Xəbərlə tabe əlaqəsi uşaqlar yadda saxlayasınız ki, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan iki dənə söz var. Bunlardan biri xitabdır, biri ara sözdür. Bunlar nə sintaksiz təhlil olunmaz, nə də ki, heç ümumiyyətlə heç nədən əlaqəyə girməz. Deməli ki, tamamilə yanlışdır da. Vergül işarəsi olmasa mübtəda kimdə işlənmək? Xeyr, əzizlərim, bilirsiniz niyə? Çünki bu cümlənin zaten mübtədası var da, aləm. Baxın, aləm mübtədası var. Burada mən vergül çıxsam da, çıxmasam da heç bir önəmi yoxdur. Zaten baxın, mübtəda var. Demək, bu tamamilə yanlışdır. Nitq hissəsi ifadə olunubdur. Təbii ki, dost və qardaş. Kvadrata aid olan fikirləri oxuyuram bu arada. Dost və qardaş, bəli, nitq hissəsini ifadə olunubdur. 4 doğrudur. Xitab ona qoşulmuş nida ilə birlikdə müraciət bildirir. Uşaqlar, burada nida ofdur, yəni of da müraciət bildirməz. Yanlışdır. Xitaba aid təyin uşaqlar, ümumiyyətlə xitab nə təyinlə, nə də ki, digər cümlə üzvlərinə bərabər formada işlənməz. Yəni, bu da tamamilə yanlışdır. Cavab olur 1 və 4, yəni D variantı. 38-ə baxacaq. Doğrudan nə böyük bir təmtəraqla Cəlala qurulmuş burada təbiət, cəlala qurulmuş. Baxdıqca gözəldir bu canlı sənət. Nümunəyə əsasən cədvəlçi uyğun fikirlər bizdən istəyir. Baxaq əzizlərim. Baxın, deyir ki, düzəltmə sifətlərdən birinin kökü feillə amonimdir. Burada birinci biz düzəltmə sifəti tapaq, sonra baxaq görə kökü amonimdir, yoxsa yox. Burada düzəltmə sifət böyükdür və bu böyük sözünün kökü böyük feilindən böyük, düzdürmü? Böyük feilidir də. Bu böyük feili də uşaqlar, yəni amonim deyil. Bu tamamilə yanlışdır. Getdim. Tərz hərəkət zərfləri təsriflənməyən feilə aiddir. Əzizlərim, bu cümlədə baxın, təmtəraqla, necə, cəlalla, necə, qurulmuş. Burada feilimiz qurulmuşdur. Yəni, bu da təsriflənməyən feil deyil. Mış-mış zaman şəkilçisi qəbul edən xəbər şəklində olan təsriflənən feildir. Deməli, bu tamamilə yanlışdır. Burada zərflər təsriflənməyən feilə yox, təsriflənən feilə aiddir. İki tamamilə yanlışdır. Həm əvəzlik, həm də ki, əvəzliklə amonim olan ədat işlənmişdir. Baxaq. Burada əvəzliyi tapaq bircə saniyə. Misal üçün, uşaqlar, baxın, bu burada nədir? Əvəzlikdir. Deməli, bunu tapdıq. Bir də deyir ki, həm də əvəzliklə amonim olan ədat işlənmişdir. Burada bir ədat, daha doğrusu nə? Baxın, əzizlərim.
Bu nə ədatdır və ammonimdir də əvəzliylə. Çünki biz ədat mövzusunda qeyd etmişik ki, nə ədatın necəyə çevirə bilirsənsə ədatdır. Yəni cümlə daxilində nəyinisə necəyə çevirə bilmirsənsə əvəzlidir. Amma burada baxın, doğrudan necə böyük bir təmtəraqla nəyini çıxdım, necəni qoydum. Deməli bu nədir? Ədatdır. Bəli, ayrılıqda əvəzliklə də ammonimdir. Deməli 3 doğru olacaq. İndi baxırıq nəyə? 4-ə. Yanlışları istir. Təsriflənməyən feil məhsul növdə. Burada bir dənə təsriflənməyən feil var. O da baxdıqca, dikcə feili bağlamadır. Və bu da əzizlərim məhsul növdə deyil. Çünki baxdıqca feilində məhsul növün şəkilçiləri ın şəkilçilərini mən müşahidə etmədim. Deməli yanlışdır. İsimlər adlıq və yerlik hallarda istifadə olunubdur. Burada adlıq halda təbiətdir, sənətli var, amma yerlik hal, yəni dadə şəkilçisi qəbul etmiş, yerlik halda olan bir, yəni ki, isim yoxdur. Burada dadə şəkilçisi var, amma bura əvəz deməli zərfdir də yer zərfi. İsim deyil. Demək uşaqlar 5-də yanlışdır. Cavab olur B variantı. Bu formada olacaq. Sonra 39-a baxacaq. Bu maraqlı suallardan biridir. Deyir ki, cümlədə yol verilmiş səhvləri düzəltmək üçün altından xətt çəkilmiş hansı hissələri cümlənin tərkibindən çıxarmaq lazımdır. Əzizlərim, yadda saxlayacaqsınız ki, bir cümlədə heç vaxt iki inkarlı olmaz. Burada nə də bilmək lazımdır ki, bunlar inkar bağlayıcılardır. Bağlayıcı mövzusunu keçəndə bunu tədris etmişik. Bunlar inkar bağlayıcısıdır. Mamədə uşaqlar İnkar şəkilçilərdir. Yəni feil bölməsində tədris etdiyimiz inkar şəkilçilərdir. Demək əzizlərim, ya 1-4 çıxmalıdır, ya da ki 2 ilə 5 çıxmalıdır ki, cümlə normal bir formaya düşsün. Və salam, indi bunların cavablara görə harda var? 1 ilə 4, 2 ilə də 5. Cavab B variantında. Baxın, bu formada olacaq. Sonra əzizlərim, və nəhayət sonuncu sualımız. Nümunələrin birində tərkibində leksik şəkilçi olan isim müstəqil cümlə üzvü deyil. Baxın əzizlərim, birinci gəlin leksik şəkilçili olan ismi tapaq, yəni düzəltmə ismi tapaq. Yoxlamadığı bir fərziyyəni, fərz sözündən fərziyyə, görürsünüz, düzəltmə isimdir. Düzdürmü? İndi baxaq. Deyir ki, müstəqil cümlə üzvü deyil. Müstəqil təhlil olunmur da, yəni. İndi təhlil edilən baxaq. Deməli, yoxlamadığı bir fərziyyəni ən yaxın dostlarına belə açıb söyləməzdi. Açıb söyləməzdi. Nəyi? Fərziyyəni. Görürsünüz uşaqlar, mən bunu ayrılıqda tamamlıq götürdüm. Deməli, müstəqil cümlə üzvüdür. A variantı xaric. B. Gülşən xeyli fikirləşdən sonra stolun sağ tərəfindəki kitabçanı əlinə götürdü. Burada düzəltmə isim kitabçadır. Kitab ismindən kitabça. Düzdürmü? İndi təhlil edirəm. Əlinə götürdü nəyi? Kitabçanı. Görürsünüz, müstəqil formada təhlil etdim. Deməli, əzizlərim, bu müstəqil formada təhlil olunur. İndi S-yə baxın. Ağarəhim ömründə belə gəlincik görməmişdi. Burada gəlin sözündən gəlincik, yəni oyuncaq mənasında. Nə etməmişdi, görməmişdi. Nəyi? Gəlincik. Görürsünüz uşaqlar, bu müstəqil formada tamamlıqdır. Deməli, müstəqil təhlil olundu. S variantda xaricdir. Çoban yara izini gizlətməyə cəhd edirdi. Baxın əzizlərim, burada düzəltmə isim yar feilindən yara ismidir. İndi görək bu yara ismi, yəni düzəltmə söz. Leksik şəkilçili düzəltmə isim. Müstəqildir yoxsa müstəqil deyil? Baxın. Cəhd edirdi. Xəbər. Kim? Çoban. Nəyə? Yara izini gizlətməyə. Gördünüz əzizlərim, mən yara ismini bütöv şəkildə bu sözlərlə birlikdə təhlil etdim. Deməli, müstəqil olmadı. Cavab oldu D variantı. Görürsünüz nə bəsitdir. İndi Y-yə bax. Adam əlindəki süpürgəni divara söykədi. Süpür feilindən süpürgə ismi, düzdür, müstəqil görək olacaq, olmayacaq. Nə etdi? Söykədi. Nəyi? Süpürgəni. Görürsünüz, müstəqil tamamlıq oldu. Müəyyən vasitəsiz tamamlıq oldu. Və salam, cavab olur D variantı. Yəni, qrammatika sualları ümumi olaraq çətin deyildi. Dərsdə hamısında biz zaten uşaqlara tədris etdiyimiz suallardan və mövzulardan ibarətdir. İndi əzizlərim, keçək mətnləri işləməyə. Baxaq görək mətnlər nədir. İndi başlayaq mətni oxumağa. İlk addımlar mətni baxaq. Gəmidə və tikintidə çalışdığım işlərdə ağzım yanandan sonra, baxın əzizlərim, 100% ki, buradan sual gələcək. Ağzım yanmaq.
Özümə uyğun iş tapa bilmirdim. Əmim oğlu məni cəmiyə qaytarmaq üçün nə qədər çalışdısa da razı olmadım. Nəhayət küsüb dedi: "Veyl-veyl gəzməyə adət etmisən. Daha səndən adam olmaz." Bir dəfə axşamüstü evimizə səmtlənərkən, buradan sual gələ bilər. Səmtlənərkən mənim kimi teatra həvəs bəsləyən, həvəs göstərən bir neçə gənclə rastlaşdım. Sabah axşam gələrsən Təzəpirin üstün tərəfində Rəhim bəy Məmmədovgilə. Orada rol bölüşüb məşq edəcəyik. Səhər ora getdim. İzahat verdilər ki, təhsilini davam etdirmək istəyən bir neçə yoxsul tələbələrin xeyrinə tamaşa vermək istəyirlər. Nəriman Nərimanovun rejissorluğu ilə onun Dilin Bəlası komediyasını oynamağı qərara aldıq. Rollar paylandı. Rəsul rolunu mənə verdi. Pyesə lazım olan paltarların tapılması da mənə tapşırıldı. Kişi paltarlarını bir təhər tapdım. Qadın paltarlarından ötürü kimsəyə ağız açmağı olmazdı. Buradan da bir sual gələ bilər. Odur ki, evdən nənəmin xalalarımın paltarlarını oğurlayıb aparma fikrinə düşdüm. Gecə onların otağına keçdim. Paltarlarını götürüb sabah teatra apardım. Beləliklə ilk dəfə Rəsul rolunda səhnəyə çıxdım. Tamaşa uğurla keçdi. Evə gəlib istədiyim gizlincə paltarları yerinə qoyam. Qapını açır-açmaz qadınlar üstümə hücum etdilər. Elə bu qalmışdı ki, bizim paltarlarımızı oyunbazxanalara aparıb xalqa göstərəsən. Utanmaz. Sonra tamaşanın uğurla keçməsi, ilk dəfə səhnəyə çıxmağım məni sevindirsə də, evdə abrımı almaları, kefimə soğan doğramaları. Burada kefimə soğan doğralmalarla bağlı, yəni sual biz gələcək, qarşımıza çıxacaq. Səhər qohum əqraba bizim evə yığışmışdı. Sözü dayım oğlu Neymət başladı. Hüseynqulu, bu bir yol deyil, sən gedirsən. Ana bacının paltarlarını aparıb xalqa göstərmək hansı qeyrətə sıxar? Sabah xalq bizə nə deyər? İndiyə qədər elədiklərini biz sənin üçün keçirik. İstəyirsən, xalq arasında hörmətin olsun. Gərək məktəbdən, teatrdan əl çəkəsən. Məsciddə ibadət sənə yetər. Bunları etməsən, bizim Hüseynqulu adında qohumumuz yoxdur. Bir gün bu sözlərin təsirlə fikirli dolaşdım. Üçüncü gün yolda Nərimanova qarşılaşdım, vəziyyəti ona danışdım. O dedi: "Xalqa qulluq etməyi, xalqı da səni dəyərləndirməyini istəyirsənsə, avam cəmaatın, qohumların zərbəsinə dözüb səhnədə çalışmalısan. Bizim səhnəmiz belə qalmayacaq, yüksələcəkdir. Gün gələcək, xalqımız bizim səylərimizlə savadlanacaq, cəhalətdən uzaqlaşacaq. Bu gün cəmaət sənin üçün xalqın gələcəyi üçün yolundan dönmədən çalışan gənci döyüb söyə də vaxt gələcək alqışlayacaq. Əqidəndə möhkəm ol." Nərimanovun hər kəlməsi güvən ifadə edirdi. Düşüncələrimdəki buludlar dağıldı, fikrim qəti idi. Teatrı buraxmayacaqdım. Bəli, uşaqlar, çox maraqlı bir mətindir. İndi baxaq 41-ci suala. Deyir ki, mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil. Gəlin baxaq əzizlərim. Teatr həvəskarlarının tamaşa təşkil etməsini, bunun səbəbi zaten mətndə var. Uşaqlar, bunu biz mətnin əsas hissəsində zaten görürük ki, yəni orada kasıb ailələr var idi. Yəni onların uşaqlarına orada gəlib, yəni ki, iştirak etmələri üçün, oynamaları üçün bir fürsət yaratmaq istəyirdilər. Deməli, bunun səbəbi mətndə mövcuddur. Bəyə bax, qohumların qəzəbinin, çünki uşaqlar, burada Hüseynqulu onların paltarlarını və s. götürmüşdü. Onlar da əsəbləşmişdi ki, yəni, niyə belə edirsən? Deməli, bunun da səbəbi mövcuddur. B də xaricdir. Hüseynqulunun yolda Nərimanovla qarşılaşması. Uşaqlar, biz bunu görürük, yəni Nərimanovla qarşılaşmasını görürük. Amma bunun səbəbi, niyə qarşılaşıb, nə üçün qarşılaşıb, bu haqda mətndə biz heç bir məlumat görmədik. Cavab olur C variantı. Bir neçə gəncin Hüseynqulunu Rəhim bəy Məhəmməd dəvət etməsin. Burada yəni teatr tamaşası təşkil etmək istəyirdilər də, məqsəd bu idi. Hüseynqulunun oğurluğunun, çünki uşaqlar orada paltar oğurluğu edirdi evdə. Onu teatrdan tapşırmışlar da ona, düzdürmü? Ona görə səbəbi də mövcuddur bunun. Və salam. Cavab olur C variantı. Bir daha söyləyirəm. Nərimanovla qarşılaşır yolda. Amma niyə qarşılaşır? Hansı səbəbdən dolayı qarşılaşır? Biz bunu mətndə müşahidə etmirik. Belə əzizlərim, baxaq indi 40 neçənci suala? 2-ci suala, bəli. Mətndə üzərində rəqəm yazılmış sözlərlə bağlı uyğunluğu müəyyənləşdirin. Birinci üzərində rəqəm yazılmış sözlərə baxaq, sonra uyğunluğu müəyyənləşdirək inşallah ki.
Bircə saniyə. Burada üzərində rəqəm yazılmış sözlər. Hə, baxın uşaqlar. Birinci söz deyir ki, burada bir də sizə bir şey deyim. Yəni üzərində rəqəm yazılmış sözü tapdım. Gedim bu söz əsasında cavabları vurğulayım. Belə bir şey əsla etməyin. Bu sizi çaşdıra bilər. Siz onu mətn kontekstində, yəni mətnin daxilində bilməlisiniz onun mənasını. Çünki misal üçün burada keçdim sözünün bir neçə mənası var. Misal üçün deyirəm ki, mən onu yolda keçdim, sonra o mənim yanıma keçdi, yəni gəldi mənasında. Sonra mən etdiklərimi kiməsə görə sənə keçdim, yəni bağışladım mənasında. Görürsüz, neçə mənası var. Bunu bilmək üçün kontekst daxilində, yəni mətn daxilində bilməlisən ki, bunun mənası nədir? İndi baxaq. Gecə onların otağına keçdim. Baxın uşaqlar. Yəni onların otağına getdim mənasında. Birinci budur. İkincisi hanı? Hə. Burada deyir ki, baxın, indiyə qədər elədiklərini biz sənin üçün keçmişik, yəni bağışlamışıq mənasında. Və salam. Yəni bunların mənasını bildikdən sonra testin cavabını tapmaq çox bəsit və asandır. Birinci deməli otağa keçdim. Yəni getdim mənası bu həqiqi olacaq. Baxın, həqiqi. İkincisi isə sənə keçdim. Sənə keçdim. Düzdürmü? Yəni bağışladım mənası bu məcazidir. Məcazi. Və salam, indi baxaq. Həqiqi mənada təbii ki A gələcək 1-ə. Kontekstə görə bağışlamaq B gələcək 2-yə. Maşınlar bir-birini sürətlə ötürürlər. Uşaqlar birdən bunu çaşıb, yəni ki, həqiqi görüb, yəni birə götürərsiniz. Bu qətiyyən belə bir şey deyil. Çünki bu məna fərqlidir axı. Bir var otağa keçdim, otağa getdim mənası. Bir də var maşınlar bir-birlərini ötdülər, yəni keçdilər mənasında. Bu artıq eyni mənanı vermədiyi üçün sən səni heç birini götürə bilmərsən. Sonra deyə bax, məcazi mənada bu zaten aiddir 2-yə. Əlindəki sənədlərə baxa-baxa kabinetə keçir, yəni kabinetə daxil oldu mənasında, keçdi mənasında, girdi mənasında. Deməli, yerə gələcək 1-ə. Testin doğru cavabı bu formada olmalıdır. A-yə 1-ə, B-də 2-yə. Görə ümumiyyətlə belə bir cavab harada var? Baxın uşaqlar, A variantında. Və salam. İndi 43. Mətnə əsasən klasteri tamamlayan fikirləri deyir tapın, yaxşı tapaq. Nəriman Nərimanov burada əzizlərim, görə nə olacaq elə? Rejissordur, bəli, rejissordur. Çünki teatr tamaşanın təşkil olunmasında köməyi və s. var, yəni o işlə məşğuldur. Aktyordur, yəni biz onun aktyor kimi səhnəyə çıxmasını mətndə görmədik. Alimdir, bu haqda mətndə məlumat yoxdur ki, o alimdir və yaxud da nədir. Belə bir şey yoxdur. Sonra uşaqlar, maarifpərvərdir. Maarifpərvərdir, bəli uşaqlar. Maarifpərvər sözünün mənasını bilmək lazımdır. Nədir? Misal üçün, inkişaf yönümlü insan, maarifpərvər insan, kimsə maarifləndirmək, inkişaf etdirmək, savadlandırmaq istəyən şəxsə maarifpərvər insan deyirik. Misal üçün, mətndə görürük ki, o orada oğlanla diyaloqunda deyir ki, yəni teatr yaxşıdır, insanların həyatında rol var və s. Görürük ki, yəni maarif yönümlü bir şəxsdir. Deməli, 3 tamamilə aiddir. Dramaturqdur. Dramatik uşaqlar, yəni dram əsərləri yazan şəxslər hesab olunur. Hansı ki, burada mətndə var. Deyir, onun Dilin Bəlası dram əsəri. Görürsən, hətta bunun adı da var mətndə. Dilin Bəlası əsəri. Deməli, həqiqətən dramaturqdur. Cavab 3, 4, bəli, C variantı olacaq. İndi naşirdir. Naşir nəşr eləyən deməkdir. Uşaqlar, bunu da biz mətndə hər hansı bir şey nəşr etdiyini müşahidə etmədik. Və salam, cavab C variantı. Belə. 44 uşaqlar. Görə nə istəyir bizdən? Hüseynqulu obrazı ilə bağlı doğru fikirləri deyir, tapın, yaxşı. Teatra olan həvəsi işini itirməsinə səbəb olur. Xeyr, uşaqlar. Bu yəni, deyir ki, bir neçə vaxt dedi, işimdə ağzım yanırdı. İşdən çıxır, sonra o Nərimanovla rastlaşır, sonra o teatr həvəsinə düşür. Yəni, bu artıq işdən çıxanda heç bunun teatr haqqında, yəni işləyəcək və s. kimi məlumatı yox idi. Xəbərsiz bir şəkildə, yəni işdən ayrılırdı. Bir yanlışdır da, aid deyil, qısa və konkret. 2-yə baxacaq, qohumların nəsiyyəti müəyyən məqamda onda tərəddüd yaradır. Bəli, sonra Nərimanovda danışır, Nərimanovla danışır, sonra fikri dəyişir. Deməli, 2-ni biz mətndə görmüşük zaten. 3-ə baxacaq, xeyriyyə işində iştirak edir. Uşaqlar, xeyriyyə yəni yaxşılıq deməkdir, təmənnasız yaxşılıq deməkdir. Biz bunu mətndə görürük. Çünki o, az öncə vurğuladığım kimi, kimsəsiz uşaqlar var idi. Yəni, kasıb olan uşaqlar var idi. Teatrda yəni bəhrələnə bilmirdilər. Onlar üçün teatr
yəni pulsuz bir şəkildə teatr təşkil olunurdu və orada iştirakçılardan biri də yəni həmin Hüseynqulu obrazı idi. Deməli bu xeyriyyə işindən də müəyyən məqamda iştirakını biz görürük. 2 ilə 3 bu doğru cavab olaraq mən bunu vurğulayacağam. Cavab Y qalar yəqin ki, bəli 7. Doğrulduğu mühitin davranış normalara uyğun hərəkət edir. Bu tamamilə ziddir. Yəni mətndə biz bunu zaten görürük. İnsanları və s. kimi önəmsəmir də, hətta qohumlarının fikirlərini. Biz bunu mətndə müşahidə etmiş olduq. Bax belə uşaqlar Y variantı. İndi 45-ə baxacaq. Mətnə əsasən Eylervend diaqramındakı yanlış fikirləri bizdən istəyəcək. Bəli, yanlışları. Burada nə veribdi? Nərimanovun qohumların fikrində əksini tapır. Bir də Nərimanovun fikrində baxaq. Təhsil almağa qarşı mənfi münasibətlər. Bu doğrudur, əzizlərim. Çünki biz bunu, yəni deyirdi orada mətndə, teatr Hüseynqulu teatra cəlb olunarkən ona qarşı çıxırlar. Deyirlər ki, yəni insanlar sənə pis baxacaq, məktəb, teatr lazımsızdır və s. Deməli, qarşı mənfi münasibətləri var qohumların. Bu doğrudur da. Yanlışlar deyir ki, biz yanlış götürməyəcəyik bunu. Öz yolu ilə irələmək istəyən gəncə məsləhət verirlər. Uşaqlar, öz yolu ilə irələmək istəyən gəncə məsləhət deyəndə ki, bu yanlışdır da. Yəni çünki öz yolunda getmək istəmirdilər. Orada Hüseynqulu maariflənmək istəyirdi Nərimanovun timsalında. Nə bilim, teatrda və s. rol almaq istəyirdi. Amma ki, qohumlar onu, yəni öz yolunda irələməyə məsləhət vermirdilər. Bu 2 yanlışdır. Bizdən zaten yanlışı istədiyi üçün biz bunu götürəcəyik, yəni. Sonra baxırıq inşallah ki 3-ə. İnsanın öz əməlləri ilə xalqa özünə qarşı münasibət formalaşdırması. Bu, yəni ki, doğrudur, əzizlərim. Bunu biz götürməyəcəyik. Bilirsiniz niyə? Çünki həm Nərimanovun timsalında var, həm qohumların timsalında. Baxın, insanların öz əməlləri ilə xalqa özünə qarşı münasibət. Burada, misal üçün, qohumlar ilk başda Hüseynqulu obrazına deyirdilər ki, teatrdan əl çək, insanlar sənə gülünc baxacaqlar və s. Deməli, insanların fikrinə qarşı münasibət formalaşdırmışdılar qohumlar. Və Nərimanov da orada deyir ki, insanlar maariflənəcək, teatr yaxşıdır və s. Biz bunu zaten mətnin nəticə və əsas hissəsində Nərimanovun timsalında gördük. Yəni, bu doğrudur da, ortaq yazıb doğrudur. Hər ikisinə şamildir. 4-ə baxaq. Xalqın gözünün açılacağına inam. Təbii ki, Nərimanovun timsalında biz görürük bunu. Deyir ki, maariflənəcək və s. Əsas və nəticədə bu var. Yəni, doğrudur bu. Ehtiyatlı davranmağa çağırış. Bu, xeyr, Nərimanov ona ehtiyatlı olmağı tövsiyə etmir. Deməli, 5-də yanlışdır. Nərimanov da verə bilməz bunu. Və salam. Bizdən yanlışı istədiyi üçün 2 və 5, yəni D variantı qalmış olur. Belə uşaqlar. İndi keçək inşallah ki, açıq tipli suallara. Birinci sual. Əvvəlində işarə qoyulmuş ifadələrin konteksti əsasən mənasına. Demək uşaqlar, əvvəlində işarə qoyulmuş sözlərə baxaq, onların mənasını yazaq, yəni qarşılığını yazaq da. Burada misal üçün birinci işarə qoyulmuş sözümüz deyil çıxacaq daxilində. Ağzım yanandan sonra ağız yanmaq sözünün mətndəki mənası. Bu uşaqlar həm həqiqi ola bilər, həm də ki məcazi ola bilər də. Misal üçün deyirəm ki, isti çay içdim və ya isti kofe içdim, ağzım yandı. Bu həqiqi mənadır. Bir də var deyirəm ki, mənim bu işdən ağzım yandı. Yəni peşman oldum mənasında da, düzdürmü? Uğursuz oldum mənasındadır. Deməli, biz bunu bilmək üçün ki, həqiqidir yoxsa məcazi mətn daxilində bilməliyik. Bax, cəmidə və tikindi çalışdığım işlərdə ağzım yandı. Deməli, işlərdə ağzım yanıbsa, bu məcazidir. Və bunun da qarşılığı, mənası uğursuz olmaq, peşiman olmaq, yəni bu tipli sözlər, cümlələr yaza bilərsiniz. İndi keçik nəyə? İkincisinə. Kvadratda deyir ki, ağız açmaq. Misal üçün deyirəm ki, kimisə ağız açdım, yəni xahiş etdim. Nəsə istədim mənasında. Bunları yaza bilərik. Kefinə soğan doğramaq. Misal üçün deyirəm ki, mənim kefim qəşəng idi, saz idi, gəldi mənim kefimə soğan doğradı. Yəni qanımı qaraltdı mənasında. Qanımı qaraltdı mənasında. Belə. İndi baxacaq 47-ci suala. Çərçivəyə alınmış cümləni uyğun düzəlişlər eləyərək yazın deyir. Burada çərçivəyə alınmış cümlə, bayaq az öncə oxuduğum zaman mən bunu qeyd etmişdim ki, baxın əzizlərim, burada səmitlənərkən olmaz. Burada tərəf gedərkən, misal üçün evimizə gedərkən, evimizə tərəf gedərkən də ola bilər.
evimizə yönələrkən bax bu tipli sözlər ola bilər. Bir də ki, həvəs bəsləyən olmaz, həvəs göstərən olar. Yəni burada iki dənə yanlışlıq var. Yəni bu formada cümləni düzəldib yaza bilərsiniz. Burada qüsurlu hissələr bunlardır. Sonra əzizlərim 48 mətni əslində cədvəl tam. Burada cədvəl yoxdur. Yəqin ki, cavab kartındadır da, ona görə bizim bundan məlumatımız yoxdur. 49. Altından xətt çəkilmiş cümləni mətnin səciyyəvi üslubu xüsusiyyətlərinə uyğun zənginləşdirib yenidən yazın. Baxaq, altından xətt çəkilmiş olan hissəyə baxacaq. 2 gün bu sözlərin təsiri fikirlə dolaşdım. Aha, mənə deyir ki, mətnin üslubu cəhətdən zənginləşdir yaz. Birinci bu biz bilməliyik ki, bu mətnin üslubu nədir? Bu mətin gördüyümüz kimi təhkiyə formasında olan mətindir, yəni bədii mətindir. Deməli, bədidirsə burada məcazlıq var, obrazlıq və ekspressivlik var. Biz də rahatlıqla deyinməliyik ki, təbii ki, altından xətt çəkilmiş olan cümləni məcazlıqla zənginləşdirib yazmalıyıq. Misal burada nə deyir? Bu gün bu sözlərin, 2 gün bu sözlərin təsiri ilə fikirli dolaşdım. Hə. Misal üçün uşaqlar yaza bilər ki, 2 gün bu sözlərin təsiri ilə, misal üçün bu qılınc kimi təsirli sözlərin təsiri ilə bax. 2 gün bu qılınc kimi sözlərin təsiri ilə fikirli dolaşdım. Görürsən? Qılınc kimi. Burada artıq qılınc kimini qoyursan və təşbih yaradırsan. İstərsəməz məcazlıq olur. Yəni bunu yazsan, doğru formada bunu biz götürmüş olacaq. Ətrafındakı insanların Hüseynqulda gördükləri xarakter cədvəli tamamlayın. Burada cədvəl yoxdur. Yəqin ki, cədvəldə də qeyd olunub ki, Hüseynqulu haqqında qohumların və Nərimanovun fikirləridir. Yəni orada çünki obrazlar bunlar idi. Misal üçün Nərimanov Hüseynqulu haqqında düşünürdü ki, o yaxşıdır, ağıllıdır. Çünki düşüncələri bunlar idi. Bir də qohumların düşüncələri var idi. Qohumlar. Təbii ki, qohumlar neyinirdilər? Məzəmmət edirdilər Hüseynqulu. Yəni danlayırdılar. Xoşları gəlmir. Deməli, təbii ki, nə yazmalısınız? Mənfi ifadələr və cümlələr yazmalısınız. Bir daha söyləyirəm. Baxın, Nəriman Nərimanov Hüseynqulu obrazı ilə bağlı düşünürdü ki, ağıllıdır, bacarıqlıdır, sadəlöv insandır. Yəni bu tipli sözlər yaza bilərsiniz. Qohumlar da fikirləşir ki, Hüseynqulu ağılsızdır. Yəni dərin dərrakəsi yoxdur. Ağlından nə iş gəlirsə onu edir. Yəni bu tipli fikirlər yazsanız doğru formada qəbul etmiş olacaqlar. Belə əzizlərim, indi keçək ikinci mətnin izahına. Gəlin birinci mətnimizi oxuyaq, sonra baxaq suallara. Bu da maraqlı suallarımızdan mətnimizdən biridir. Üzən şəhərlər, baxaq. Dünya əhalisinin təxminən 40%-i 2100-cü ilə qədər yaşayış üçün yararsız olacağı düşünülən sahil zolaqlarında yaşayır. BMT məlumat verir. İqlim dəyişiklikləri, xüsusilə qlobal istiləşmə nəticəsində şəhərlərin su altında qalması riskləri artır. Baxın, riskləri sözlə bağlı bir sual gələcək. Ona görə oxuyanda altından xətt çəkmək lazımdır. Əhalisi 300.000 nəfərdən yuxarı olan şəhərlərin təxminən 60% quraqlıq, fırtına, daşqın, zəlzələ və vulkan püskürməsi riski qarşısındadır. Bangkok şəhəri hər il 2 sm batır, Siam körfəzində okean suyunun səviyyəsi qalxır. BMT problemin həllində bir variant kimi Singapurun 1965-ci ildə üzən tikililər vasitəsilə ərazisinin təxminən 25% artırmasını göstərir. Doğrudanmı bu bir həll yoludur? Su ilə harmoniyada yaşayan şəhərlər dedikdə ağılla İtaliyanın Venesiya şəhəri gəlir. Venesiya palçıq adalarından taxta bünövrələr üzərində qurulmuş 400-dən çox körpü vasitəsilə şəhərin hissələri birləşdirilmişdir. Şəhərlər son əsrlərdə güclü daşqınlarla üzləşibdir. Binaların bünövrəsi zəifləsə də mövcudluğunu qoruyub saxlamışdır. Venesiya öz dövrünün texnoloji nailiyyətçisi olsa da bu qədər güclü qlobal istiləşmənin təsirini tab gətirmək üçün tikilməmişdir. Ehtimal ki, Adriatik dənizinin səviyyəsinin qalxması gələcəkdə şəhərin. Deməli, biz burada nöqtənin yerinə fikirlər qoymalıyıq. Fırtınasız havalarda su hövzəsində daim bir yerdən başqa yerə rahatlıqla üzən primitiv ev qayıqlar qədim dövrlərdən iqtisadi cəhətdən əlverişli hesab olunmuşdur. İqlimin dəyişən şərtlərinə dözümlü yeni texnologiyalar əsasında üzən evlərin və şəhərlərin də ilk nümunələri yaradılmaqdadır. Belə evlərdən biri də Kanadanın Ontario şəhərindəki üzən evdir.
o göl səviyyəsinin qalxmasına tab gətirmək üçün planlaşdırılmışdır. 1000 kvadrat metrlik yaşayış sahəsi polad çərçivəli su üzərindədir. Bir ailənin yaşadığı ev sahilə doğru üzüb gəldikdə ətrafdakı qayalıq lövbər salır. Maldiv adalarında dəniz səviyyəsinin qalxmasına qarşı mübarizə məqsədi ilə layihələndirilən şəhər modul strukturundan ibarətdir. 2027-ci ilə qədər salınması gözlənilən şəhər bir sıra modelləşdirilmiş altıbucaqlı adalardan ibarət olacaq, deyir. Yaponiyanın NAG şirkəti 40 min nəfərin yaşaması üçün nəzərdə tutulmuş üzən şəhər layihəsini təqdim edib. Şəhər təqribən 10 min daimi sakinin mənzil və işlə təmin edilməsinin, həmçinin 30 minə qədər turistin qəbulunda nəzərdə tutur. Güman edilir ki, şəhərin yuvarlaq forması dəniz səviyyəsinin qalxmasına, hətta tsunaminin təsirinə tab gətirəcək. O, süni körfəzin halqası daxilində yerləşəcək. Sahil bərkidiləcək. Göründüyü kimi üzən şəhərlər artıq elmi fantastika deyil. Onlar planetin sahilyanı ərazilə itməsinə qarşı mübarizə aparmanın qabaqcıl yollarından biri ola bilər. Belə. Gəlin uşaqlar, indi baxaq burada olan mətnlərdə suallara. 51-də bizdən istəyir ki, tezisinə aid ola bilməz. Mətnin tezisinə, yəni fikirlərə aid ola bilməz. Yanlış fikirlər istəyir də bizə. Müxtəlif təbiət hadisələri yaşayış məntəqələrini təhlükə qarşısında qoya bilər. Bu aiddir, çünki uşaqlar mətn zaten bundan danışır da. Orada təhlükələrin, təbii hadisələrin, müəyyən yaşayış sahələrini təhlükə qarşısına qoymaqdan danışır və onun qarşısını almağın yollarından danışır mətndə. Deməli, bu mətnin zaten ideyası haqqında fikirdir. Bu doğrudur. Müxtəlif təbii fəlakətlər riski ilə üzləşən ölkələr tədbirlər görməkdə acizdir. Xeyr, əzizlərim, aciz deyil. Hətta orada Maldiv, İtaliyanın şəhərlərindən danışır ki, onlar müəyyən tədbirlər görüblər. Deməli, bu aciz yox, müəyyən tədbirlər görürsə, artıq bu aciz deyil. 2 yanlışdır da götürəcəksiniz. 3-ə baxaq. Su basmadan qorunmaq üçün müəyyən texnoloji tədbirlər görülür. Bəli, tədbirlər görülür. Mətndə zaten var. 2 müəyyən işlər həyata keçirilir və layihələr hazırlanır. 3 doğrudur, yəni. Planetin sahilyanı ərazisini itirməsinə qarşı mübarizə aparır. Misal üçün, uşaqlar, üzən evlər, yəni ki, orada hazırlanır və bu da sahilyanı ərazilərini itirilməsinə qarşı bir mübarizə idi. Bu doğrudur, yəni. Su basma ehtimalının ərazisinin əhalinin köçürməsinə bağlı müəyyən işlər. Xeyr, uşaqlar, bu yanlışdır, əzizlərim. Çünki orada heç bir köçürülmədən, əhalinin köçürülməsindən danışılmadı. Deməli, testimizin yanlış cavablarını istədiyi üçün 2 və 5, yəni C variantı qalmış olacaq. Belə. 52-yə baxaq, əzizlərim. Burada deyir ki, hansı cümlələr mətnin ən azı 2 abzasını genişləndirə bilər? Burada qısa və konkret nə etmək lazımdır? Bir variantları, cümlələri oxumaq lazımdır ki, mən bunu mətnin hansı hissələrinə əlavə edə bilərəm. Yəni, bu nöqteyi nəzərdən biz buna baxa bilərik. Burada nə deyir? Deyir ki, infrastrukturun necə işləyəcəklə bağlı təfərrüatlar hələ məlum olmasa da onun üzmə qabiliyyətinin təmin edilməsi kimi məsləhətdə detallı işlənibdir. Bunu mətndə diqqət etsəniz, əzizlərim, mətnin 3-cü və 4-cü abzasında bunlardan danışır. Deməli, 3 və 4-də rahatlıqla bunu biz bərpa edə bilərik, yəni əlavə edib genişləndirə bilərik. Sonra 2-yə baxacaq. Layihələndirilən şəhərlər, restoranlar, mağazalar, xəstəxana, məktəblər fəaliyyət göstərəcək. Bu layihəyə əsasən, layihədən hara danışılır? Mətnin 3-cü və 4-cü abzasında. Demək, uşaqlar, 1 və 2-ni biz götürə bilərik. Çünki bir neçə abzasına aiddir. 3-ə baxaq. Nüfuzlu təşkilatın kövhəzlə bağlı həyəcan təbii çalması problemin ciddiliyindən xəbər verir. Bu yalnız və yalnız mətnin birinci hissəsinə aiddir. Yəni, mətnin giriş hissəsinə. Digər hissələrə aid deyil. Yəni, 3. 4-ə baxacaq. Enerji istehsalında tutulmuş su təminatına qədər hər şey şəhərdə olan mövcud resurslar hesabına əldə olunacaq deyirsə, bu da eyni zamanda uşaqlar layihədən danışır. Layihənin planından və biz bu layihədən görürük layihəni 3-cü və 4-cü abzasda. Deməli, bu da getdi 3-ə və 4-ə.
5-ə baxacaqsan. Dəniz səviyyəsinin qalxması taxta özüllər üzərində yerləşən şəhərlə onun da zəifləmiş struktur zədələnməsini artırmağına təmin edir. Biz bunu əzizlərim mətnimizin ikinci abzasında, baxın bu hissələrdə biz bunu müşahidə etmiş olduq. Deməli, bu 5-ci cümləni bu ikinci abzasa əlavə edib həmin abzası genişləndirə bilərik. Demək əzizlərim, ən azı 2 abzasını genişləndirə bilirsə, bunu istəyirsə şərtdə, deməli sən 1, 2 və 4-ü rahatlıqla götürməlisən və testin cavabını da Y variantı olaraq qeyd etməlisən. Belə. Yenə deyirəm uşaqlar, bu tipli suallarda bir-bir baxmaq lazımdır. Yəni mətnin tərkib hissələrinə, abzaslarına. 53-ə baxacaq. Mətnin 3-cü abzasına əsasən cümləni tamamlaya bilər. Üzən evlər ev qayıqlarından fərqli olaraq necə idi deyir. Demək, uşaqlar 1, daha qədimdir. Burada görürük ki, biz 3-cü abzasda üzən evlər ev qayıqlarından fərqli olaraq ev qayıqlar daha qədim idi, düzdürmü? Deməli, biz nə edəcəyik? Biri götürə bilməyəcəyik. Sonra, suda bir yerdən başqa yerə üzür. Bu, uşaqlar, ortaq fikirlərdir, hər ikisi. Yəni, fərqli cəhət deyil. Bunlar hər ikisinə, istər üzən evlərdə, istər ev qayıqlarında. Hər ikisi, yəni, suda bir yerdən başqa yerə üzürdülər də. Bu, 2 ortaqdır, bir də xaricdir. Dəyişən iqlim şəraitinin uyğunlaşmasıdır. Bu, aiddir üzən evlərə. Bəli, üzən evlərdə isə bunu götürəcəyik. 3-ü, texnoloji yenilikdir. Texnoloji yenilikdirsə, təbii ki, üzən evlər. 4-də aiddir. Cavab A variantı qalır. Bəli, 5-ə baxaq. Sabit özü üzərində qərar qurur. Bu da yəni aid olmayan bir fikirdir üzən evlərə. Cavab qaldı A variantı. Sonra əzizlərim, baxırıq 54-cü sualın izahına. Şərtdə deyək ki, mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyənləşdirin. Doğru, yanlış və ehtimal cədvəlinə əsasən bir sual tipidir. Baxaq. Maldiv adalarında əhalinin altıbucaqlı adalarda yaşaması. Sonra, bircə saniyə, burada nömrələnmiş, burada nömrələr var. Burada silinibdir sadəcə olaraq. 1 bu hissəyə aiddir, 2 bu hissəyə aiddir, 3, 4, 5 və 6. Baxaq indi. Maldiv adalarında əhalinin altıbucaqlı adalarda yaşaması. Bu, əzizlərim, doğru deyil də. Yəni, çünki bu ehtimaldır, deyim sizə. Çünki burada baxın elə bu hissədə. Baxın, görürsünüz. Burada mətnin 4-cü abzasıdır bu. Burada hələ yəni layihə hazırlanır, ibarət olacaq yəni. Hələ bilinmir konkret bu budur yoxsa hələ layihə gedir. Deməli bu ehtimaldır. Konkret hələ bir şey yoxdur. Konkret olması üçün mətndə bu cümlə olmalıdır və biz bunu fakt kimi, yəni doğru kimi götürməliyik. Bu sadəcə olaraq irəli sürmüş bir fərziyyədir, yəni ehtimaldır. 2-yə baxacaq. Banko şəhərin ildən aşağı düşməsi bu mətnə aid olan bir faktdır, yəni doğru fikirdir. Biz bunu harda görürük? Bax deyim sizə. Baxın əzizlərim, burada deyir ki, baxın diqqətlə. Bangkok. Baxın, Bangkok şəhəri hər il 2 sm batır. Deməli, aşağı düşür. Bu faktdır. Çünki mətnin 1-ci abzasında var. Deməli, 2 uşaqlar düpbədən düzdür. 2-ni götürəcəyik. 3-ə baxaq, yanlışdır. Ontario şəhərində üzən evdə inzibati binaların da yerləşməsi. Bu yanlışdır, çünki mətndə belə bir məlumat yoxdur. 3 götürüləcək yanlış olaraq. Sahil zolaqlarında yaşayış məntəqələrinin olması. Elə bu mətndə əsas hissələrdə qeyd olunmuşdur. Yəni, bu əsas fikirdir də, elə mətnin əsas ideyası bundan ibarətdir ki, bu doğrudur. Ehtimal. Su basmadan müdafiə olunmaq üçün təcrübələrin olması. Bu mətndə fakt uşaqlar, çünki təcrübələr mövcuddur ki, orada layihələr hazırlanır, işlər görülür və s. Bu faktdır, yəni təcrübələrin olması ehtimal deyil. 5-ə bax, 6-ya baxacaq. Nark şirkətinin layihələndirildiyi şəhərin təbii fəlakətlərə qarşı tab gətirməsi. Bu, bilirsiniz necə uşaqlar? 5-ci abzasa əsasən, baxın deyəcəm sizə, baxın. Bu hissəyə əsasən ehtimal oluna bilər, yəni bu fakt deyil ki, tab gətirir, ehtimaldır. Demək əzizlərim, bizdən doğrudan doğrunu, yanlışdan yanlışı, ehtimaldan da ehtimalı götürdüyümüz üçün cavab qalacaq 2, 3, bir də ki, 6 qalır da, çünki ehtimal götürdük. Və cavab Y variantı əzizlərim, bu formada olmuş olacaq. Sonra 55-ə də baxaq, sonuncu qapalı sualımıza. Mətnə əsasən səbəbini müəyyən etmək mümkündür, baxaq. Əhalinin sahil zolaqlarda yaşaması. Bu mətndə bunun səbəbi yoxdur.
Bu mümkün deyil. 1.7. 2-yə baxaq. Sinqapur modelinin nümunə kimi göstərilməsi. Bu uşaqlar, baxaq görək hələ varmı? Sinqapur modelinin nümunə kimi göstərilməsi. Bunun bəli səbəbi mətndə olmalıdır. Hətta bu deyəsən birinci abzasda var idi, səhv etmirəmsə. Sinqapur, baxın əzizlərim. Bəli, baxın bu hissədə təxminən Zoxan tikini, bəli, baxın Sinqapur şəhərinin, baxın, görürsünüz, burada var, yəni. Bu doğrudur, birinci abzasda var, yəni səbəbi var bunun. Sonra, su basmanın uşaqlar, su basmanın, deməli, səbəbi, deyim də sizə, baxın, bu da elə birinci abzasda. Qlobal istiləşmədən söhbət gedir deyəsən burada, bəli. Baxın, qlobal istiləşmə nəticəsində şəhərlərin su altında qalması riski artır. Deməli, su basmanın səbəbi nədir, əzizlərim? İqlim dəyişikliyi və qlobal istiləşmə. Bunun da səbəbi biz mətndə zaten gördük, birinci abzasda. Sonra, 4-ə baxacaq, iqlim dəyişikliyi. İqlim niyə dəyişir, niyə dəyişkəndir? Bu haqda mətndə məlumat yoxdur. Birinci abzasda qeyd olunub ki, iqlim dəyişkənliyi nəticəsində su basma olur. Bəli, iqlim dəyişkənliyi sözü gedir, söhbəti gedir. Amma ki, niyə dəyişir? Nə səbəbdən dəyişir? Bu haqda mətndə məlumat yoxdur. 5. Binaların bünövrəsinin zəifləməsi. Çünki uşaqlar su basma olur və istər-istəməz binanın bünövrəsi çökür, zəifləyir. 6. Yəni məlumat var da. 6. Adaların altı bucaqlı olaraq modelləşməsinin, yəni burada baxın əzizlərim, mətnin bu 5-ci hissəsi deyəsən, bəli, 5-ci abzası ya 4-cü abzası var bu hissə. Burada modelləşməsindən söhbət gedir, deyir, olacaq altı bucaqlı, amma niyə imini altı bucaqlı modelləşəcək, nə səbəbdən dolayı biz bunu mətndə görmürük. Demək əzizlərim, testimizin doğru cavabı səbəbləri olan hissələr qaldı. 2, 3, bir də ki 5. Daha doğrusu 5. Baxın bu. Yenə deyirəm, iqlim dəyişikliyi haqqında mətndə məlumat var, amma səbəb yoxdur. Əhali zolaqlarının yaşam bunun haqqında məlumat yoxdur. Altı bucaqlı olacaq, amma niyə altı bucaqlı iminli bu haqqda da məlumat yoxdur. Cavab Y variantı. Belə. İndi baxaq 56-cı sualımıza. Mətnin nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın. Baxın uşaqlar, burada mətni zaten mən oxuyanda nöqtələrin yerini demişdim sizə. Baxın. Bu hissədə ehtimal ki, Adriatik dənizin səviyyəsinin qalxması gələcəkdə nə ola bilər? Baxın uşaqlar, Adriatik dəniz səviyyəsinin qalxması. Dəniz səviyyəsi qalxırsa şəhər nə ola bilər? Təbii ki, su altında qalar. Deməli, şəhərin su altında qalma ehtimalı yaranacaq. Şəhərin su altında qalma səbəbi yaranacaq. Və bu tipli sözlər və cümlələrdən ibarət bir cümlə tərtib edib yaza bilərsiniz. Belə. Sonra 57-yə də baxaq. Üzərinə rəqəm yazılmış sözlərin kontekst əsasının mənasını istəyir əzizlərim. Deməli, üzərinə rəqəm yazılmış sözlər, bunlar asan sözlərdir. Deyəcəm sizə hansılardır? Riskdir. Risk nədir uşaqlar? Təhlükədir də, yəni. Şəhərin su altında qalması riski, düzdürmü? Risk təhlükə deməkdir, mənası. Misal üçün, burada şəhər son güclü daşqınlar, şiddətli, dəhşətli, bu tipli sözlərini əvəz edib yaza bilərsiniz. Bir də daim. Daim də ki, bilirsiniz də, yəni nədir? Müntəzəm olaraq daima, müntəzəm, baş verən, müntəzəm olan deməkdir. Belə, 57 də bu formada oldu. Mətnə əsasən Eylerven diaqramını doldurun. Burada diaqramımızı mən görə bilmirəm. Burada cavab kartına qeyd olunubdur. Əvvəlində işarə qoyulmuş sözlər əsasında cədvəli doldurun deyir. Burada cədvəl təəssüflər olsun ki, yoxdur. Amma burada bir dənə baxaq, əvvəlində işarə qoyulmuşlara. Burada əvvəlində işarə qoyulmuş körpü vasitəsilə. Körpüdür, yəni bünövrədir. Yəqin bunlardan bir sual düşübdür. Amma ki, cədvəl yenə qeyd edirəm ki, yoxdur burada. Mətnə sizin cədvəl tamamlayan yenə də cədvəl yoxdur. Belə əzizlərim, mən sizlərə bu gün, deməli, 2 mart 2025-ci ildə buraxılış imtahana düşmüş Azərbaycan dilindən qrammatika və mətn suallarının izahlarını təqdim etdim. İnşallah ki, izah sizin üçün yararlı oldu. Əgər ki, izahı bəyəndinizsə, ürəyinizə yatdısa belə deyim, kanalıma abunə olarsınız və şərh bölməsində öz xoş fikirlərinizi qeyd etməyi unutmazsınız.